Dostlar salam. Bugünkü vlogumu güllərime həsr eləyəcəm. Və bu kitaysk rozamdır. Qonşu qız vermişdi mənə. 2 dənə idi. İkisini bankanın içində dedi bastır, əmələ gələcək. Və belə bu cürə qəşəng əmələ gəlib. Sonra bu gülüm. Bunlar maşallah bu evə köçəndən üstlərindən çiçək əskiyi olmur. Bir də bu 3 rəngdə də səhv eləmirəmsə bunun adı 3 rəng deyirlər. Bu məndə çox oldu, xarab oldu. Bax bu da bu güllərin qıpqırmızısıdır. Bura bastırdım ki biraz əmələ gəlsin, sonra çıxardıb əkərəm başqa qaba. İndi onu çıxardıb bir başqa qaba əkəcəm. Bu da o gülümün başqa rəngidir. Biraz solub, sarıdır da bu, sarı rəngidir. Bazı solanda belə rəng olur. Bu da gülün yanından varım idi, xarab olmuşdu. Gülün yanında bitmişdi, əkdim. Zambaqdır bu, səhv eləmirəmsə, zambaqdır. Liliyam var idi, o da tərk oldu. Bu da bu güldür, bilmirəm, bu yaxşı neysə əmələ gəlmir, hələ ki görək. Sonra bunun belə çəhrə rəngi. Bu da anamın gülü, bu rəngdir. Baxın bu rəng. İnanırsınız dostlar, bax bu evə köçəndən daha da canlanıb elə bir güllərim maşallah olsun. Burada bax, pəncərənin qabağından qoymuşam, bunlar da buradadır. Dostlar, bu güllərim də pəncərənin qabağındakiler, bu hələ açmayıb. Gəlimiz də qırmızı çiçək açır, hələ ki açmayıb. Bu da o güldəndir, başqa rəngi idi. Baxın, üstündə də düymələri var. İnşallah bu da çiçəkləyəcək, elə bir dəfə çiçəkləyib solub. Bir də bunlardır, bu rəngi də var. Buradakı da, bax bu güldəndir belə, bu da qırmızı çiçək açır, hələ ki bu da açmayıb. İnşallah açsın, çəkib bunları da göstərəcəm. Bax belə tökülür nədir, balaca. Onu atırsan torpaqda özü təzədəndən əmələ gəlir. Bu gülümdə bunu doğramışdım. Baxın geçib, buradan kəsdim və buradan pöhrəliyib. Belə də enlənib, hələ ki açmayıb bu. Orada qabın dibində var idi bir dənəsi, o açmışdı. Amma bu açmadı. İnşallah bu da açacaq. Bu gülüm də yenə. Baxın çiçəyinə. Çox qəşəng olub, maşallah bu evə gələndən sonra güllərim. İndi bunu düzəldəcəm, burasın heç belə. Bunu, bu gül. Baxın, burada qəşəng çiçək açıb, balaca canı ilə. Bunu xalam qızı vermişdi, balaca. Heç 4 ay, 5 ay deyil ya verdiyi. Əkdim bu qaba, dedim biraz böyüsün, sonra başqa qaba dəyişərəm. Bu da qəşəng çiçək açıb. Bu güldə, bu da əmələ gəldi, əyilmişdi, böyrünü belə bıçaq bastırdım ki, dayansın. Yəni, neysə siz bastırarsınız, prosto deyərsiniz, görürsünüz bıçaq nəyə görədir. Mən sadəcə onu bastırdım, geri taxtaca neysə bir şey olmalıydı. Bu gülü də yine gəlinimiz təzə verdi. Bu o güllərin qıpqırmızı açanıdır. Bunu da o gülü verən xalam qızı o verib. Bu hələ balacadır. Sonra burada da belə nədirsə bilmirəm. Əlimə keçin əkmişəm. Belə bitib. Bu güldəki maşallah uzanır, gedir. Bu hara uzanır bilmirəm. Bax beləcə uzanıb bu da. O vaxtı bacım vermişdi. Bunu xarab olmuşdu. Gülün dibində əmələ gəldi. Çıxartdım bu qaba saldım. Prosto indi nədirsə bilmirəm. Uzanır, gedir. Bu da ətir şaxdır. Ətir şaxdakı bilirsiniz də böyüyən də tez inkişaf eləyən güldür.
Bunu da dostlar təzə gördüm. Bu sosial şəbəkələrdə qabağıma çıxdı. Bax bunun buralarını belə kəsdilər, amma böyüyü də bu hələ körpədir, buna dəymirəm. Kəsdi, sonra o böyüdükcə oradan qəşəng çiçəklədi. Prosta indi zaten bunu bura salmışam, müvəqqəti çıxardacağam buradan. Bu qab elə bonkudur. Biraz böyüsün, görək çiçək açacaqmı? Yəni çiçək açan güllərdən çox xoşum gəlir. Ətir şax da gedir belə, uzanır. Bilmirəm bunu doğrasam buradan yaxşı olar, yoxsa yox. Onu bilmirəm. Bu gülün aqibəti necə olacaq bilmirəm. Bax bu gedir, uzanır. Belə dostlar, xanım da yazmışdı mənə səhifədə ki, siz necə eləyirsiniz bu güllər çiçək açır? Valla mən bu güllərlə inanırsınız elə bir ki yaşayıram. Özümdən asılı deyil. Yəni ben o hər gün bunları yəni gəlib əlimi vurmasam, bunlarla danışmasam rahat olmuram. Çiçək açan güllər çox xoşuma gəlir. Neçə gündür həkimdə, git gəl, git gəl. Günlərində uşaqlar dedi ki, biraz çıxaq. Təmiz havaya biraz gəzək mənə. Sabahları təzədən indi gedəcəm həkimə. Təzədən deyəndə gedib MRT-min cavabını götürəcəm. Görüm nə deyir həkim. İnşallah əməliyyat olmalıyam. Allah'ım bir şəfa versin. Bütün xəstələrə mən də içində. Diyelim siz girin. Evet.